Bayatı Şiraz, Yusif Səmədoğlu. Tavanı tələm-tələsik krantda yuyub, Səbzəli dayı bir yumurta sındırdı. Bir yumurtadan artıq yeyə bilməzdi. Həkim qadağan eləmişdi. Dibi qapqara qaralıb ortadan çatlamış tavanın içindəki yumurta sarısı Səbzəli dayının bir dəqiqə bundan qabaq pəncərədən gördüyü aya oxşadı. Yumurta sarısı da üfüq xəttinin üzərində sallanıb durmuş taqətsiz ay kimi adamın ürəyini sıxırdı. Səbzəli dayının yadına düşdü ki, gərək əvvəlcə tavaya yağ salaydı, sonra yumurta. Yağ tamam yadından çıxmışdı. Hirsləndi. Ürəyində cəhənnəmə ki, deyib yağ qabını götürdü, tavaya bir qaşıq yağ qoydu, qazı yandırdı. Sif də tikəni ağzına aparan kimi hiss elədi ki, yumurtanın ağı bişib, amma sarısı soyuqdur. İkinci dəfə cəhənnəmə ki, dedi. Gəlib restorana çatana qədər yol boyu azı 5 dəfə cəhənnəmə ki, dedi. Restoranın seyf qapısı kimi ağır qapısını açanda ürəyi başladı döyünməyə. Çünki yadından çıxmışdı. Bilmirdi qazı bağlayıb ya yox. Amma daha cəhənnəmə ki deməyə hövsələsi çatmadı. Asılqanın sağ tərəfinə restoran işçilərinə məxsus hissəsinə keçdi, paltosunu çıxarıb asdı. Vestibüldə güzgü qabağında dayanıb saçlarını darayan gözəl bir qadına müştəri gözü ilə baxıb köksünü ötürdü. Sonra zümzümə eləyə-eləyə yuxarı ikinci mərtəbəyə qalxdı. Kök əllərini dizləri üstə qoyub, dəhlizin bir küncündə oturmuş xidmətçi arvad Fatma xalanı gördü. Səbzəli dayı Fatma xala ilə salamlaşdı, ondan saatı soruşdu. Fatma xala dedi ki, 7-nin yarısıdır. Səbzəli dayının hələ yarım saat vaxtı vardı. Buna görə də sola dönüb Movses Sergeyeviçin yanına getdi. Movses Sergeyeviç kişi tualetinin əl-üz yumaq üçün ayrılmış balaca, işıqlı, güzgülü otağında divara bitişik qoyulmuş enli stolun yanında dayanmışdı. Stolda səliqə ilə bükülüb üst-üstə yığılmış ağ dəsmallar, 2 şüşə bahalı adekalon və papiros siqaret vardı. Səbzəli dayı astanada görünən kimi Movses Sergeyeviç əlini yuxarı qaldırdı. Axşamın xeyir Səbzəli dayı, dedi. Dirsəyindən tutub silkələdi. Əhvali şuma? Səbzəli dayı. Kamas, dedi. Sonra çiyinlərini çəkdi. Yəni, necə olacaq? Stolun yanındaca söykənəcəyi bir-iki yerdən yırtılmış meşin kresloda əyləşib davam elədi. Yarım saat bundan qabaq qayğanaq yemişəm. İndi ödüm ağzıma gəlir. Dedim, bugün evdə yiyim gedim işə. Bilmirəm, ördək yumurtasıymış, hinduşka yumurtasıymış. Nə bilim, əşi. Sən onu deyirsən. Bir gözlərimin altına bax. Səbzəli dayı baxdı. Movses Sergeyeviçin yaşıl gözləri altında yenə noxud boyda şişlər əmələ gəlmişdi. Bu gecə səhərəcən ilan vuran yatıb, mən yatmamışam, deyə Movses Sergeyeviç yazıq-yazıq Səbzəli dayıya baxdı. Səbzəli dayı dedi. Sən heç olmasa dərdini bilirsən. Bilirsən ki, böyrəyində daş var. Mən neynim? Yumurta yeyirəm, ajuq oluram. Ət yeyirəm, ajuq oluram. Allahın quru çörəyini yeyirəm, genə ajuq oluram. Mənim işim qalıb Allaha. Gətirməyəndə gətirmir, buna deyiblər. Movses Sergeyeviç aşağı əyilib, stolun orta yeşiyindən filtrli siqaret çıxartdı, Səbzəli dayıya verdi. Ala çək, Bolgarskidir. Əsl Samsun tütünüdür. Dərd çəkincən, papiros çək. Səbzəli dayı siqareti götürüb, barmaqları arasında övkələdi, yarısından çoxunu qırıb zibil yeşiyinə tulladı, başını tərpətdi. Çox olar mənə, dedi. Ürəyim də sən deyən döyül, güp-güp atır. Siqareti yandırdı, boğazını arıtlayıb çəkməyə başladı. Sifətində qəribə ifadə vardı. Elə bil dadlı bir şey yeyirdi. Birdən Movses Sergeyeviçdən soruşdu. Sən bilən bu yay dava başlamaz ki? Görünür Movses Sergeyeviç Səbzəli dayının belə qəfil suallarına öyrəncəli idi. Buna görə də müharibə haqqında çoxdan danışırlarmış kimi aram-aram Səbzəli dayının cavabını verdi. Başlamaz inşallah, Yaponlar gəmiş olmasa. Yox, bu Yapon girən kol deyil. Başlasalar Amerikanlar başlayacaq. Movses Sergeyeviç əlini oynatdı. Ay, sənin dünyadan xəbərin yoxdur. Buna Yaponiya deyərlər. Elə ki görəcəklər ara qarışdı, salacaqlar özlərini ortaya. Elə bilirsən Yaponiyanın atomu yoxdur? Lap çoxdan var. 45-ci ildə Amerikanlar ora 3 bomba atıblar. İkisi partlayıb, biri yox. Həmin o partlamayanı Yaponlar götürüb veriblər öz alimlərinə. Onlar da açıb sekretini tapıblar. Baş tapdın? Bunları mən özümdən demirəm. Adam var, o danışır. Səbzəli dayı soruşdu. Sən bilən bir bomba neçəyə başa gəlir? Atomu deyirəm.
Köhnə pula düz 1 milyon 200 minə. Mən ölüm. Movses Sergeyeviç başını tərpətdi. 1 milyon 200 min. Səbzəli dayının ajoğu qurtardı. Fikirləşdi ki, onun 1 milyon 200 mini olsa neynər? Heç nə. Bir belə pulu xərcləyib qurtarmaq olmaz ki. Yox, niyə? Xərcləyərsən. Lap canını da alarsan. Əvvəlcə otağı əməlli başlı düzəldərəm. Dəlmə deşiyini tutaram. Divarları edərəm aboy, sarı rəngdə. Bir taxta çarpayı alaram, əlasından, importunu. Bir dənə də samavar alaram, dədə-baba samavarından, 2 vedrəlik. Bəs sonra, canım sənə desin, alaram özüm üçün bir dəst kostyum, 3 düyməlidən. 2 cüt yalnayaq çəkmə, 2 cüt neylon köynək, uzun qol. Daha nə? Tokla işləyən ütü, mütləq lazımdır. Bəs radio, o da mütləq. Vəssalam. Qalanın qoyaram əmanət kasasına. O qədər pulu əmanət kasası götürməz. Hamısını edərəm qızıl, saxlaram yanımda. Xərclərəm özüm üçün yavaş-yavaş. Amin ya Rəbbül aləmin. Şükür verən gününə. Səbzəli dayının gözləri qabağına təzəcə təmir olunmuş, kukla kimi göyçək otaq gəldi. Taxta çarpayını da gördü. Gördü ki, Movses Sergeyeviç qonaq gəlib. Samavar pıqqa-pıqla qaynayır. Çarpayda bardaş qurub oturub, oradan-buradan söhbət eləyirlər. Televizora baxırlar. Bayırda da qar dizəcəndi. Bəh-bəh. Bu birinci dəfə deyildi. Həmişə pul söhbəti, özü də az pul, 15 manat yox, çox pul, miqdarı 100 mini, milyonu aşan pul söhbəti Səbzəli dayının beynini yerindən oynadırdı. Başqa vaxt keyfi duru olanda belə nə qədər əlləşirdisə, nə qədər hıqqanırdısa, yaxşı, ürək açan bir şey xatırlaya bilmirdi. Elə bil ömrü yarısı olan xatirələr, keçmiş günlər bir dəfəlik onunla şərt kəsmişdilər. Bizi havayı çağırmaq, gələn deyilik. İndi də Movses Sergeyeviç nəsə danışırdı. Uzun qollarını oynada-oynada nə isə mühüm bir şeyi ona başa salmaq istəyirdi, amma Səbzəli dayı zahirən özünü qulaq asırmış kimi göstərsə də, fırlanıb elə keçmişə qayıdırdı. Əvvəla orada, keçmişdə adamı ajoq eləyən yumurtanın qayğanağı yox idi. Orada təzə qoyun əti, qatıq vardı, süd vardı. Orada qaz yanmırdı. Quyunun yanında meh tutan yerdə balaca ocaq qalanmışdı. Bürkü olanda tüstüsü burla-burla yuxarı qalxıb, qarağacın budaqları arasından süzülüb ulduzların yanına gedirdi. Orada Movses Sergeyeviçin tövşük səsi, Yaponiya barədə, Karlsbad duzu haqqında uzun-uzadı söhbətləri də yox idi. Bir səs hərdən 200 kəlmə deyirdi. Qurban olum, get yat. O biri səs, hədə, nəzər ram adamsan, get yat demirlər sənə. Səbzəli dayının öz səsi, yoxum gəlmir. Sonra yenə birinci səs, dəymə uşağa, qoy otursun. Bu səsin şirin dadı indiyə kimi Səbzəli dayının damağında qalmışdı. Bu 1 milyon 200 minin təxminən 300 mini. Yerdə qalır 900 mini. Gilavar, Xəzri əsəndə hovuzun suyunda əks olunan ulduzlar bir-birinə qarışıb yox olurdu. Səbzəli dayı elə gəlirdi ki, ulduzları 2-1-3-1 udan hovuzdakı qızıl balıqlardı. Külək dayanan kimi yenə suya buraxacaqlar. Hovuzun üstündə, iri məcməyinin içində anası həmişə üzüm saxlardı. Səbzəli dayı bir salxım götürüb, hər gilədə axşam şehinin sərin təmasını hiss edə üzüm yeyərdi. Sonra yenə səs gəlirdi. Hədə, ay uşaq, ay Səbzəli, ay ciyəri yanmış, gəl yat. O biri səs, tez ol, qulyabanı gəlib yeyəcək səni. Səbzəli dayı əllərini qoşalayıb ağzına aparırdı, qışqırırdı. Yeməz. Doğrudan da nə o gecə, nə də ondan sonraki gecələr qulyabanı Səbzəli dayını yemirdi. Həyətin o başında yatırdı. Amma Səbzəli dayı qorxmurdu. Gecələr ora da gedirdi. Oturub ayaqlarını quma bastırırdı. Günorta ocaq kimi qızıb isti püskürən qum, axşamlar gün batandan sonra soyuyub bumbuz olurdu. Səbzəli dayının cavan xalası deyirdi ki, gecələr odabaşı cəhənnəmdə tiyanları söndürür, ona görə qum soyuyurdu. Anasından da çox istədiyi xalasının səsi Səbzəli dayının yadında deyildi. Bu səs elə yerdə gizlənmişdi ki, üzə çıxması üçün azı 2 milyon lazımdı. Vaxt azdı, çox azdı. Movses Sergeyeviçin yanında oturub 1 milyon 200 mini yavaş-yavaş, ləzzət çəkə-çəkə xatirələrə xırdalamaq üçün Səbzəli dayının vaxtı yox idi. 8 dəqiqədən sonra o, restoranın nağara təkin dəyirmi səhnəsinə çıxıb kontrabasına kökləməli idi. Düz 7 tamamda
bədii rəhbər klarnetçi Adıgözəlin işarəsi ilə 4 nəfərlik estrada orkestrosu öz çıxışına başlamalı idi. Qurban olum kərəminə ya İmam-ı Zühur. Düz 23 il hər axşam hıqqına səhnəyə çıxmaq, saat 7-dən 11-ə kimi kontrabas çalmaq olar. Buna can davam eləyər. Sonra da şikayət eləyirsən ki, nə bilim ajox olmuşam, ürəyim döyünür. Döyünər də. Görəsən bu dünyanın işi niyə belə tərsə mayallaq qurulub? Yəni Allah Taala niyə birinə can deyir, o birinə zəhrimar? Görürsən ki, birinə hər şey verir. Maşın, qulluq, kalan pul, gül kimi arvad uşaq. Deyir yaşa üzüncün. O birisinə də deyirsən get ördək yumurtası yeməyə. Sənin alnına yazmışam ajox. Get otur Movsesin yanında, ayaq yolunda, çək Samsun tütününü, şükür elə ki soxulcan xəlq olunmamısan. Uzun sözün qısası, öl, necə ki ölürsən. Səbzəli deyirdi ki, oğlumu oxutdurub narkom eləyəcəm. Anası da deyərdi Allah qoysa. Bir nənəsi heç nə deməzdi. Başını buluya-buluya burnunun altında deyinərdi. Səbzəli dayının nənəsinin narkom tayfasından zəhləsi gedərdi. Bundan başqa atası deyərdi ki, adam gərək bir işdən yapışanda möhkəm yapışsın. Kişi olan kəs gərək işləsin, daşdan pul çıxarsın, nə bilim daha neynəsin. Amma nə atası deyən oldu, nə anası deyən. Səbzəli dayının hələ 8 yaşı tamam olmamışdı ki, evlərinə vay-şüvən düşdü, qapıları açıq qaldı. Bir-birinin dalınca əvvəlcə nənəsi, sonra atası, lap sonra da anası öldü. Çox-çox sonralar Səbzəli dayının özünün dediyi kimi əhvalat 5 ayın müddətində vaqe olub qurtardı. Səbzəli dayı köçdü xalası gilə. Gecələr xalası ağlayanda Səbzəli də durub ağladı. Xalası toxtuyanda o da toxtadı. İlk günlər Səbzəli dayı xalası gildə dura bilmirdi. Evlərinə qayıtmaq istəyirdi. Ağlayıb, sısqıyıb, 2 ayağını bir başmağa diriyib, dönə-dönə xalasına yalvarırdı ki, apar məni evə. Xalası da onu qorxuzmaq, bir dəfəlik bu fikirdən döndərmək məqsədi ilə deyir evə qayıtsan, Əzrail gəlib səni aparacaq, necə ki nənəni, atanı və ananı apardı. Amma Səbzəli dayı nə qədər çalışırdısa, heç cür təsəvvür eləyə bilmirdi ki, onun atası kimi yekəpər, ağır adamı Əzrail necə qoltuğuna vurub aparıb. Bəs necə oldu ki, Səbzəli dayı kontrabas çalmağa başladı? Bu uzun və xoşagəlməz əhvalatdır. Soruşanda cavab verir ki, hər adamın alnına bir şey yazılır. Mənim də alnıma bu yazılıbmış. Yazılıb ki, sən gərək kontrabas çalasan. Çünki yazıya pozu yoxdur. Sonuncu sözləri deyəsən Movses Sergeyeviç dedi. Səbzəli dayı kirpiklərini aralayıb təəccüblə ona baxanda Movses Sergeyeviç başını tərpətdi, davam elədi. Bəs necə? Dedi. Elə bilirsən adam yazıdan qaça bilər? Bax bura, o şəhadət barmağını bir neçə dəfə alnına vurdu. Bu şoğəribə nə yazılıbsa olur. Qalan şeylərə inanma. Əgər yazılıbsa ki, bu yay müharibə olacaq, onda demək olacaq. Hə, deyə Səbzəli dayı uzatdı. Sonra Allah eləsin müharibə olmasın, cavanlar yazıqdır, deyə fikirləşdi. Ötən müharibə başlananda Səbzəli dayının 31 yaşı vardı. 42-ci ilin əvvəlində onu hərbi komissarlığa çağırdılar. Kələ-şüləsini yekə bir kisəyə yığıb, kisəni də dalına alıb getdi. Hərbi komissarlığa çatanacan yolda 1-2 dəfə ayaq saxladı, istədi yetməsin, aradan çıxsın. Amma yadına düşəndə ki, dezertləri 24 saatin ərzində harda olsa tapırlar, ağaca bağlayıb gülləliyirlər, fikrindən vazgeçdi. Qorxa-qorxa özünə, dünyaya lənət oxuya-oxuya yola düzəldi. Komissarlığın qaranlıq təhər, taxtalı şalbanlı həyətinə girəndə yenə ayaq saxladı. Orada-burada, küncdə, bucaqda 2-1, 3-1 dayanmış başı qırxıq cavanlara baxdı. Baxdı və həmin saniyə içərisinin od tutub yandığını hiss elədi. Səbzəli dayının birinci ajoğu hərbi komissarlıqda başladı. Onu həkimin yanına göndərdilər. Həkimin sərəncamı ilə Səbzəli dayı soyunub oldu lüt anadan gəlmə. Əyildi, qalxdı, kök, şişman həkim qarnını onun qarnına söyküyüb ürəyinə qulaq asdı. Səbzəli dayını taxta uzadıb ciyərini, dalağını yoxladı. Üz gözünü turşudaraq başını buladı. Sən buraxsan, dedi. Səndən adam olmaz. Səbzəli dayı kisəsini dalına alıb tez tələsik evə qayıtdı. Cəmi 8 yumurtası vardı. 5-ni aparıb elə həmən gün Ətağaya nəzir verdi. Sonra 3 gün evdən eşiyə çıxmadı. Qorxdu ki, birdən yekəqarın həkim fikrini dəyişər, adam göndərib Səbzəli dayını təzədən apartdırar hərbi komissarlığa,
Oradan da basarlar birbaş davaya. Səbzəli dayı davaya getmək istəmirdi. Heç istəmirdi. Çünki bilirdi ki, əmin idi ki, elə birinci gün onu vurub öldürəcəklər. İndi Səbzəli dayı dünyada iki şeydən qorxurdu. Bir Əzraildən, bir də faşistdən. Məhəllədə danışırdılar ki, Sovet əskərləri Almanların əlinə düşən kimi bir-bir tutub süngüyə keçirirlər. Allah, özün uzaq elə, deyə Səbzəli dayı fikirləşdi. Mən yazığın başından qada balanı uzaq elə. Qoyma bu cavan vaxtımda qara torpaq utsun məni. Amma qada bala çox da uzağa getmədi. 43-cü ilin ortalarında Səbzəli dayını tutdular. Milis gəlib Səbzəli dayını rayon şöbəsinə apardı. Orada onu çox saxlamadılar. Bir saldata qoşub tamam ayrı yerə, şəhərin o başına göndərdilər. Səbzəli dayı qurumuş boğazını min bir əzabla arıtdıya güclə soruşa bildi. Məni hara aparırsan? Soldat dedi. Malçı daxadiyaqa. Səbzəli dayı saldatın qara çəkmələrinə baxa-baxa, çəkmələrin dünənki yağışdan qalmış lehməli görməçələrdə əmələ gətirdiyi şappıltını dinləyə-dinləyə getdi. Səbzəli dayını saldat içəri ötürəndə müstəntiq sol arxasında oturub gülə-gülə telefonla danışırdı. Birazdan telefonun dəstəyini yerə qoydu, iki əlini qoşaladı, çənəsinə dirədi və ayaq üstə dayanıb kiprik çalmadan ona baxan Səbzəli dayıdan soruşdu. Hə, deməli gəlir, hə? Kim gəlir? Səbzəli dayının səsi elə bir qəbirdən çıxdı. Müstəntiq gülə-gülə. Şoşka oğlu Ağabala, dedi. Necə yəni kim? Dayın. Mənim dayım yoxdur. Müstəntiq gözlərini bərəltdi. Adə, dedi. Utanmırsan, yalan danışırsan? Sonra stolun yeşiyindən bir əzi-yüzü şəkil çıxarıb Səbzəli dayıya göstərdi. Bəs bu kimdir? Dayın deyil? Səbzəli dayı şəkli görəndə ayaq üstə olsa da dik atıldı. Şəkil Hitlerin şəkli idi. Müstəntiq dedi. Adam yalan danışmaz. Sən Sovet hökumətini allatmaq istəyirsən. Biz hər şeyi bilirik. Deməli, yolunu gözləyirsən, hə? Deməli, cəmaat orada, frontda qanını tökür, müqəddəs vətənimizi müdafiə edir, sən burada panika yayırsan, hə? Səbzəli dayı məsələnin nə yerdə olduğunu anladı. Dili birdən açıldı. Başa düşdü ki, danışmalıdır. Mütləq özünü müdafiə etməlidir. Vallah, mən heç nə deməmişəm. Allaha and olsun, heç nədən xəbərim yoxdur. O gün məhəllədə uşaq-muşaq danışırdı ki, Hitler qoşununu Bakıya göndərmək istəyir. Mən də onların ağzından vurdum. Dedim, utanmırsınız, belə axmaq şeylər danışırsınız. O ki qaldı Hitlerin məsələsi. Onu Kərimin oğlu Qulyabanı Həsən deyirdi. Vicdan haqqı. Mən bəgən başa düşmürəm. Yoldaş Stalin özü əmr edib ki, kim Bakını Hitlerə versə tutub güllələsinlər. Əgər bilmək istəyirsiniz, mən bir-iki dəfə Qulyabanı Həsənin üzünə də tüpürmüşəm belə-belə sözlərin üstündə. Bütün məhəllə, Allah şahiddir. Vallah, mənim heç nədən xəbərim yoxdur. Dayı nədir? Allah onu vurmuşdu, o mənim dayım olsun. Zəhləm onun sifətindən gedir. Özüm neçə dəfə davaya Dabravol getmək istəmişəm. Aparmayıblar. Həkimlər qoymayıb. Dayı ha, qohum əqrabadan bir xalam vardı, o da bu yaxında rəhmətə gedib. Vicdan haqqı düz deyirəm. Hələ idi çıxmayıb. Dayım zadım anadan gəlmə olmayıb. Atamın görü haqqı düz deyirəm. Hitler neməyiz, mən müsəlman. O hara, mən hara. Kül qoyum onun başına. Adama da oxşamır. Mən zadı... Müstəntiq əlini qaldırıb onun sözünü kəsdi. Lap vaxtında elədi. Çünki Səbzəli dayının daha deməyə sözü qalmamışdı. Qurtar, Hitlerin də atası belə-belə olsun, sənin də. Olsun. Nə olsun? Gör-bacör. Adə, öz atana deyirsən? Mən demirəm, siz dediniz. Sən kişi olsaydın, mən elə deyəndə qoyardın bir dənə əngimə. Allah eləməsin. Yaxşı, qurtar. Baş üstə. Səbzəli dayı başını aşağı saldı. Qaldıranda gördü ki, müstəntiq bığını eşir. Uzun şeşə bığları vardı. Bayaq saldat onu itələyib içəri ötürəndə Səbzəli dayı ilk nəzərdən elə bilmişdi ki, onu Budyonunun yanına gətiriblər. Lap qorxmuşdu. Yalnız müstəntiqin telefonla təmiz Azərbaycan dilində danışdığını eşidəndə ürəyi biraz sakit olmuşdu. Necə olsa öz müsəlmanımızda, çox əziyyət verməz mənə. Müstəntiq ona əziyyət verməsə də, işi elə gətirdi ki, düz bir həftədən sonra Səbzəli dayıya iş kəsdilər. 4 il. Kontrabas çalmağı da Səbzəli dayı Qazamatda öyrəndi. Bədii öz fəaliyyət dərnəyində.
Əgər əvvəllər Səbzəli dayı iki şeydən, Əzraildən və davadan qorxurdusa, indi bu qorxunun üçüncüsü də artdı. Qazamat. Qazamatın adamın sümüklərini şaqqıldadan zirzəmi soyuğu, dustaqların içində hər addım başı rast gəldiyi anasının əmcəyini kəsənlər, gündə bir dəfə içdiyi əncir şirəsi kimi bulanıq olan horra, ağac göbələyi tək rütubət qoxuyan çörək və sair bu kimi adamın ömrünü gödərdən şeylər. Bütün bunların ücbatından Səbzəli dayı başladı günbəgün, saat ət töküb arıqlamağa. Arıqladı, oldu bir dəri, bir sümük. Ac toyuq yuxusunda darı görən kimi, o da gecələr yuxuda qoyun əti gördü. Aş yedi, ayran içdi. Baxdı onda gətirdi ki, qazamata düşdüyü gündən təxminən 6 ay sonra orada özü kimi bir müsəlmana rast gəldi. O da Bakıdan idi, Cəbrayıl. Elə birinci gün Səbzəli dayıya dedi ki, sən mənə Cəbidir. Sonra göz vurub əlavə elədi. Fikir eləmə, nə qədər mən varam, qoymaram sənin başından bir tük də əksik ola. Nöşün ki, mən Blatnoyam. İstəsəm, bağırsaqlarımı da tökərəm bayıra. Yekəpər, hərəkətlərində ağır, qızıldiş bir kişi idi. O, qazamata gələn gündən Səbzəli dayı başladı qram-qram, miskal-miskal kökəlməyə. Amma çox kökəlmədi. Çünki necə olsa işləyirdi, az yatırdı. Hələ üstəlik işdən sonra qızıldiş Cəbinin ayaqlarını yuyurdu. Cəbinin kefi duru olanda Səbzəli dayıya deyirdi. Sənə qurban olum, çiynində gedim. Qazamatda bədii öz fəaliyyət dərnəyi vardı. 7 nəfərdən ibarət. Qalan dustaqlar səhər alaqaranlıqda yola düzəlib gedirdilər ağac mişarlamağa, odun yarmağa. Onlar işdən qaydanda sıra ilə düzülüb başlayırdılar marş çalmağa. Günlərin bir günündə Qızıldiş Cəbi orkestrin rəhbərini yanına çağırıb, dedi mənim qardaşıma, yəni Səbzəli dayıya bir iş ver. Üstəlik başına bir qapaz da vurdu ki, dediyi sözlər orkestr rəhbərinə tez çatsın. Bu qapazdan sonra orkestrin rəhbəri Səbzəli dayı ilə oldu can bir qəbdə. O gündən Səbzəli dayı orkestrdə kontrabas çalmağa başladı. Çünki başqa alət yox idi. Ancaq kontrabas qalmışdı. Bu minval ilə Səbzəli dayı gündüzlər kontrabas çalmaq öyrəndi, axşamlar Cəbinin ayaqlarını yuyub ona dua oxudu. Gecələr isə bardaş oturub onun oxuduğu mahnıları dinlədi. Cəbinin gözəl səsi vardı. Ələl-xüsus pesdən oxuyanda adamın tükləri biz-biz olurdu. Bayıl türməsindən 1500 nəfər göndərirlər bizi Sibirə tərəf. Amandı, anam, ağlama. Ölməmişəm, sağam, bacım, ağlama. Söhbətləri mahnılardan da ləzzətli idi. Barakın axşam qaranlığında Səbzəli dayı sulanan gözlərini onun ağzında papiros kimi közərən qızıl dişdən çəkməyərək diqqətlə, ləzzət apara-apara qulaq asırdı. Cəbinin danışdığı əhvalatlar, nəql elədiyi vaqelər elə bil heç bu dünyada Səbzəli dayının ömür sürdüyü torpaq üstündə baş verməmişdi. Haradasa çox-çox uzaqlarda, ola bilsin lap ayrı ulduzlarda olmuşdu. Banklardakı atışmalar, qızıl onluqlar, Nikolay yüzlükləri, nə bilim daha nələr barədə gedən söhbətlər Səbzəli dayıya davadan çox-çox qabaq xalasının təkidi ilə içdiyi iştaha dərmanı kimi təsir edirdi. Canını xoş, sümüklərinin donunu açan bir qızdırma tuturdu. Bu söhbətlərdən sonra o, öz yerinə girib, adyalı başına çəkəndə də hələ uzun müddət qulaqlarında Qızıldiş Cəbinin səsini eşidirdi. Odessa, Batum, Leningrad, Soçi. İlk dəfə milyonları, 100 minləri, yeşiklə qızıl onluqları xatirələrə xırdalamağı da Səbzəli dayı qazamatda, yerinin içində, adamın qulaqlarında cingilti qoparan sakitlik içərisində xəyallara daldığı vaxtlar başlamışdı. Odessada 100 min xalasının səsi, Batumda 500 min nənəsinin səsi, Bakıda 1 milyon anasının səsi. Bir dəfə Cəbi o qədər pul saydı ki, Səbzəli dayı gecə yuxuda anasının məmələrini gördü, əmdiyi südün qoxusunu duydu. Yuxudan ayılıb səhərə qədər Qızıldiş Cəbiyə dua oxudu. Movses Sergeyeviç dedi, Səbzəli dayı, vaxtdır. Ayaq yoluna bir kişi girdi. Saymazyana onların yanından ötüb keçdi. Birazdan, ay mənim arzu qızım oxuya-oxuya geri qayıtdı. Krantlardan birini açıb əlini yudu. Sonra dedi, usta müəllim, əlimizi adekalanla görək başımıza nə gəlir? Movses Sergeyeviç adekalonu götürüb onun əllərinə fısıllatdı, bir abbası alıb ağ pəncəyinin döş cibinə saldı. Allah bərəkət versin, dedi. Restoranın iri, işıqlı salında bir uğultu vardı ki, elə bil vağzaldı.
Neçə il idi ki, Səbzəli dayı bu restoranda işləyirdi. Hər gün qara, nimdaş paltosunu geyib, maşından, avtobusdan ehtiyat etdiyi üçün yolunu xəlvət küçələrdən salıb, cəhənnəmə ki, deyə-deyə bura gəlirdi. Amma bütün bu illər ərzində o, bu boğuq, payız dökəmi kimi labüd uğultuya öyrəşə bilməmişdi. O, qeyri-adi büzüşürdü. Zəhlətökən səs-küydən, insan gülüşündən gizlənmək, qorunmaq istəyirmiş kimi, başını sinəsinə əyib, restoranın qapısından səhnəyə qədər olan kiçik məsafəni qət edincə, elə bil o dünyanı görüb qayıdırdı. Bugün şənbə idi. Saat 7-dən stolların hamısı tutulmuşdu. Bugün restoran da planı dolduracaqdı, Adıgözəldə. Təxminən 9-un yarısından ofisiantlar Adıgözələ sifariş gətirəcəkdilər. Şələbiyə, reyhan, dərələr, ay mənim arzu qızım, tango, muğamat və s. Hər sifarişdə də 5 manat, 3 manat, 10 manat. Düdəmə ol, baxtın olsun, buna deyiblər. Adıgözəl 9-un yarısından başlayacaq cibişdanı doldurmağa, axırda hamıya 5-10 manat verəcək, Səbzəli dayıya isə cəmi cümlətanı 2 manat. Çünki Səbzəli dayı solist deyil. Yəni ki, Səbzəli dayı züy tutandır bir növ. Özü hər yay arvad uşağını Kislovodskiyə göndərir, amma Səbzəli dayı deyəndə ki, heç nə yeyə bilmirəm, dişlərimi saldırmağa pulum yoxdur, çiyinlərini çəkir. Eybi yox, bir günün ömrü az olar. İndi dövran sənindir, kef eləyirsən özün üçün. Vaxt gələr, biz də deyərik sözümüzü. Açarıq sandığımızı, tökərik pambığımızı. Adıgözəlin bir qızı var, 14 yaşında. 92 kilodur zalımın qızı. Amma Səbzəli dayının 60 yaşı var, cəmi 59 kilodur. Eybi yox, mən sənin atanı elə yandırım ki, sən də bax. Amma Səbzəli dayı yaxşı bilirdi ki, heç kəsin atasını yandıran deyil. Çünki həmin atasını yandırmaq üçün adamın gərək ya canı olsun, ya da dayısı. Şükür verən gününə, ya Xudavəndi aləm. Orkestr çalmağa başladı. Yol ver bizə Mavi Xəzər. Restoranın uğultusu eşidilməz oldu. Elə bil orkestrin səsi bu uğultunu yaxalayıb boğdu. Səbzəli dayı arxadan Adıgözəlin yoğun peysərinə baxa-baxa ürəyində onu söyə-söyə şəhadət barmağı ilə kontrabasın simlərini dartışdırırdı. Orkestranın piano çalanı Natan Zelmanoviç pianonun not qoyulan yerinə 2 dilim keks qoymuşdu. Həm çalırdı, həm də yeyirdi. Sənə nə var, deyə Səbzəli dayı fikirləşdi. O boyda Amerika durub dalında. 5-də alacağın yox, 3-də verəcəyin. Bugün də Adıgözəldən bir qırmızı onluq qapıb aparacaqsan evə. Marş qurtardı. Adıgözəl ağır-ağır geri dönüb vals dedi. Orkestr başladı vals çalmağa. Müharibə olsa, yəqin ki, Adıgözəli aparardılar. Çünki cəmi 45 yaşı vardı. Süngüdən zaddan soxsalar qarnına, süngü sınar, valla. O qədər piyin qabağında süngü davam edər. Onun qənimi ancaq atomdur. Düz kəlləsinin ortasına düşsə əncilə dönər. 1.200.000. Dədəm vay, dədəm vay. Gör bir pullar hara gedir. Rəqs üçün ayrılmış dairəvi yerdə hələ ancaq 2 nəfər oynayırdı. Qız deyəsən Səbzəli dayının bayaq vestibüldə gördüyü qızdı. Sağ əlini oğlanın çiyninə qoymuşdu. Oğlan qımışa-qımışa onun qulağına nəsə pıçıldayırdı. Yəqin bişirir, deyə Səbzəli dayı fikirləşdi. Oğlan göyün 7-ci qatındaydı. Olar da, niyə olmasın? Bu cür cananı alıb ağuşuna. Hələ gör restorandan gedəndən sonra nə vur çatlasın başlayacaq. Səbzəli dayı təsəvvüründə qızı soyundurdu. Yumru daş kimi məmələrin ilıq təmasını sifətində hiss elədi. Gördü ki, qız onun uzun, ətsiz burnunu məmələrin arasına alıb sıxır. Qulaqlarında elə bir at kişnədi. Tənəffüsdə Adıgözəllə Natan Zelmanoviç bir-birinə himcim eləyib bufedə getdilər. Natan Zelmanoviç keksini də apardı. Gitara çalanla barabançı stullarını üzbəüz qoyub başladılar futbol söhbətinə. Gitara çalan cavandı. Olsa 22-23 yaşı olardı. Həm də göyçək oğlandı. Restorana gələn qızlar, qadınlar hərdən məqam tapıb kişilərin çiyinləri üzərində yan yörələrindən ona baxırdılar. Bu baxışların adına Səbzəli dayı gəl məni apar qoymuşdu. Bu açıq-saçıq gəl məni aparlar Adıgözəli cin atına mindirirdi. Dalaş, qanqaraçılıq düşəcəyindən, orkestrə söz gələcəyindən qorxurdu. Səbzəli dayı isə əksinə ləzzət çəkirdi. Çünki hər dəfə qızlar gitara çalana baxanda Adıgözəlin balaca, biz gözləri hirsli-hirsli parıldayırdı. O əsəbləşirdi. Adıgözəl əsəbləşəndə
Özündən çıxanda isə bir qayda olaraq klarneti xoruz buraxırdı. Bir dəfə andıra qalmış klarneti elə bədheybət xoruz buraxmışdı ki, restorandakıların hamısı səhnəyə tərəf dönüb qaqqanaqla gülüşdülər. Bu hadisədən sonra düz 3 gün Səbzəli dayı acıq olmamışdı. Səbzəli dayı hələ bayaq Movses Sergeyeviçin yanında oturduğu zaman qərara gəlmişdi ki, birinci tənəffüsdə bufetə gedib 50 qram konyak içsin. Movses Sergeyeviçin atom bombası barədə söhbətindən sonra atasının, nənəsinin, anasının səsini eşidəndən sonra konyak mütləq lazım idi. Adamın qanı niyə qaralır? Ona görə ki, adam yaşa dolduqca damarlarında qan başlayır qatlaşmağa və hüceyrələrin ki maqniti azaldı, adam başlayır laxlamağa. Hərdən lap dilxoruzluq olanda bu bəlanın öhdəsindən ancaq konyak gələ bilər. Çünki alışqana da benzini çox tökəndə görürsən ki, işləmir. Adıgözəl əsbabəsi də yanında bufetə getdiyi üçün Səbzəli dayı 50 qramlıq konyak həvəsindən vaz keçməli oldu. İndi bufetdə qoyun ətinin lülə kebabını yeyən Adıgözəlin qalın sarı bığları, qırmızı dodaqları, ağ dişləri və həmişə puçur-puçur tər tökən 2 qat buxağı təsəvvürünə gələndə Səbzəli dayının qanı lap qatılaşdı və hüceyrələrinin maqniti lap azaldı. 50 qramlıq konyak həvəsi qalxdı 150 qrama. Səbzəli dayı ağır-ağır sola dönüb baxanda səhnədən sağ tərəfdə, divar dibindəki stollara xidmət edən Valyanı gördü. Valyanın yenə qanı qara idi. Yenə üzündən zəhrimar yağırdı. Valyanı tanıdığı gündən Səbzəli dayı onu gülən görməmişdi. Elə həmişəki fikirli, həmişəki əsəbi və az danışan. Gözlərinin ifadəsi də yağış altında qalan rezin kimi soyuq idi. Həmişə deyirdi ki, biraz pul qazanan kimi şələ-küləmi yığışdırıb gedəcəyəm Varanej vilayətinə, qardaşımın yanına. İnək, toyuq-cücə alıb yaşayacam özüm üçün. Səbzəli dayı soruşdu. Valya, xeyir ola. Valya ərinə-ərinə əlini uzadıb zalın o biri ucunda qapıdan sağ tərəfdəki stolu göstərdi. Çağırırlar səni orada, dedi. Kim? Nə bilim, müştərilər. Yəqin Adıgözəli deyiblər, səhv salmısan. Valya başını buladı. Bayaqki bezik səslə bu dəfə bir qədər ucadan səhv zad eləməmişəm. Dedilər ki, kontrabas çalanı çağır gəlsin bura. Deyib, yenə nə isə soruşmaq istəyən Səbzəli dayıya qulaq asmağa daha hövsələsi çatmadı, geri dönüb mətbəxə sarı yönəldi. Səbzəli dayı çiyinlərini çəkdi. Onu kim çağıra bilərdi axı? Stolun arxasında 2 nəfər oturmuşdu. Qara pencəkli, qalstuğunun düyümünü aşağı salıb miləmil köynəyinin yaxasını açmış orta yaşlı, ağ sifətli bir kişi. Səbzəli dayının belini əyib xırda addımlarla yaxınlaşdığını görən kimi, göy soğanı dişləri arasına alaraq küt-küt qabağına baxan yoldaşının qulağına nəsə pıçıldadı. Bu, Səbzəli dayının nəzərindən yayınmadı. Başa düşdü ki, pıçıltı ona aiddir. Özü də deyəsən yaxşı pıçıltı deyil. Amma özünü o yerə qoymadı. Yanaşıb kəmal-i ehtiramla salam verdi. Qara pencəkli əlini uzatdı, yer göstərdi. Əyləş, dedi. Xoş gəlmisən sən bizə. Əlini aşağı salanda lırt sifəti titrədi. Səbzəli dayı özlüyündə bu lırt ağ sifəti xamura oxşatdı və qımışdı. Əyləşdi. Yan yörəsinə baxıb nə Adıgözəlin, nə də restoran direktorunun zalda olmadıqlarını kəstirdikdən sonra səsini alçaldıb soruşdu. Mənə görə qulluq. Bu dəfə də qara pencəkli dindi. Yoldaşı elə bil heç burada deyildi. Səbzəli dayının gəlib onların stolu arxasında əyləşdiyindən bixəbərdi. Qulluq sahibi olasan lələ, deyə qara pencəkli boğazını arıtladı. Lap oxumağa hazırlaşan xanəndələr kimi, hələ bir, bunu ver bədənə. O, qədəhlərdən birinə qırmızı şərab süzdü. Səbzəli dayı bədənini geri verdi, 2 əlində irəli uzadıb, minnətdaram, dedi. İçən deyiləm. Qara pencəklinin yoldaşı elə bil bu sözlərə bənd imiş. Qəflətən yuxudan ayılan adamlar kimi gözlərini döydü, əlindəki göy soğanı 2 bölüb stolun üstünə qoydu və təəccüblə dilləndi. Niyə? Nə niyə? Deyirəm, niyə vurmursan? Mənə içmək olmaz. Niyə? Nə niyə? Deyirəm, niyə olmaz? Mədəm xəstədir. Niyə? Xəstədir də. Qara pencəkli. Bu heç olmadı, dedi. Yoldaşı, səndən mənə yer olmaz, deyib çənəsini qaşıdı. Səbzəli dayı gülümsünüb stola baxdı. Düz ortada, iri plov boşqabının içində soyumuş kebab tikələri vardı. Amma hər ikisinin nimçəsi boş idi. Çox içib az yemişdilər. Bu vaxt Valya onlara yanaşdı.
Bir şey lazımdır? Qara pencəkli sol əlini stolun söykənəcəyindən geri sallayıb Valyadan soruşdu. Bəlkə sən deyəsən, bizim bu qonaq niyə içmir? Valya dedi. Onun qastriti var. Səbzəli dayı tez başını tərpətdi. Elədir, dedi. Şərab içən kimi ajoq oluram. Qara pencəkli səsinin qalın yerinə salıb, heç kəsdən və heç nədən çəkinmədən ucadan güldü. Elə bil bir cüt qara muncuq təknədə qıcıqıran xamırın içində itib batdı. Səbzəli dayı təəccüblə qara pencəkliyə baxdı, günah işlətmiş adamlar kimi yazıq-yazıq kirpik saldı. Sonra Valyaya dedi. Sən mənə 50 qaram konyak gətir. Qara pencəkliyə sarı döndü. Mənə şərab olmaz, amma konyak olar. Valya getdi. Nəhayət qara pencəkli gülüşünü saxladı. Təntimiş halda yaylığını çıxarıb tərini sildi və haçandan haçana könlümüzə yaman muğamat düşüb lələ, nə deyirsən buna? O dəqiqə Adıgözəlin nimçə sifəti və uzun klarneti gəlib Səbzəli dayının gözləri qabağında dayandı. Gəlirsiniz restorana, siz də başlayırsınız adamı dəng eləməyə. Yəni Allahın muğamatını çalsaz, xançalınızın qaşı düşər? Səbzəli dayı könülsüz dilləndi. Muğamat barədə Adıgözəllə danışın, bizim klarnetçi ilə. Bilə-bilə bizim klarnetçi dedi, orkestrin rəhbəri yox. Özü də elə yavaş dedi ki, özü də öz səsini güclə eşitdi. Bayaq Seygaha oxşayan bir şey çaldı, onu deyirsən? Hay, adam sözü danış. Səbzəli dayı dirçəldi. Stulunu qabağa çəkib stula dirsəkləndi, yavaş, lakin ötkəm səslə sözünə başladı. Əlbəttə, muğamat hara, Adıgözəl hara. Əvvəllər heç bilirsən harda işləyirdi. Səbzəli dayı lap qabağa əyildi. Ölü bastıran orkestrdə. Güldü. Dünyanın işidir də. İndi gətirib qoyublar bura. O da başlayıb mənəm deməyə. Muğamat hara, Adıgözəl hara. O əlini yerlədi, ah çəkdi. Sonra muğamat şərbət kimi şeydir, dedi. Çalanda gərək ləzzət alasan, oxqay deyəsən. Elə çalasan ki, külli cəmaat ayağa qalxıb sənə tamaşa eləsin, qulaq assın. Mən uşaq olanda bizim kənddə İrandan bir kamançası gəlmişdi. Əşşi, nə deyim, zalım oğlunun bir barmaqları vardı ki, adamın içi çaladı, tutub yanırdı. O gedəndən sonra bütün kənd düz bir həftə kefli kimi gəzdi. Deməklə qurtaran şeydi bəyən. Hanı indi muğamat çalan, muğamat qədir bilə. Aşna, deyəsən aranızda möhkəm intriqa var. Nə var? İntriqa, yəni çəkişmə, didişmə, badalaq qurma. Yox canım, mənim onunla nə işim? Qoca kişiyəm. Heç kəsə dəyib dolaşan deyiləm. Adıgözəl kim, mən kim? Valya gətirdiyi konyakı içəndən sonra Səbzəli dayı yüngülləşmək əvəzinə daha da ağırlaşdı. Gərək İranlı kamançasının söhbətini eləməyəydi. Çünki yenə keçmişə qayıtmışdı. Anasının, nənəsinin səsini qoyub gəldiyi keçmişə. 1.200.000-i son qəpiyinə kimi xərcləmişdi. Şükür verən gününə, ya xudavəndi aləm. Min şükür. Səbzəli dayının qanı qaraldı. Dostunun Movses Sergeyeviçin yanında olmağı, kresloda oturub filtrli siqaretlərdən birini çəkməyi, oradan-buradan danışmağı arzuladı. Hətta Səbzəli dayıya elə gəldi ki, burada iki keyfli adamın məclisində yox, Movses Sergeyeviçin yanındadır. İndiki söhbətdə dünən olub. Bəlkə də lap 5 gün bundan qabaq. Qara pencəkli Səbzəli dayını fikrindən ayırdı. Bura bax, dedi. Yəqin o Adıgözəl dediyin pis qazanmır, hə? Yenə Səbzəli dayının yaralı yerinə toxundular. Pis qazanmır da sözdür. Zalım oğlunun hər axşam ölüsü bir qırmızı onluğu var. Maaşı da ki öz yerində. Evində televizoru, mebeli, arvadı, hər cahcalalı. Bəs sən necə? Qazanmaq istəmirsən? Bu dəfə qara pencəklinin arıq, qalınqaş yoldaşı dilləndi. Səbzəli dayının təəccüblə ona baxdığını görüb sualını bir də təkrar etdi. Hə də, hamı qazanır. Bəs sənə nə olub? Neynim, bacarmıram da. Hay, rəhmətliyin oğlu. Necə yəni bacarmıram? Camaat daşdan pul çıxarır, sən də başlamısan ki, bacarmıram. Qara pencəkli. Gəl sən bizə bir bayatı şiraz çal, biz də çıxaq xəcalətindən. Nədə çalım? Necə yəni nədə? Elə onda, sən çaldığın zurnapetin adı nədir? Kontrabas. Hə, kontrabasda. Səbzəli dayı yalnız indi başa düşdü ki, onu bura, bu stolun arxasına nə üçün çağırıblar. Dilxor oldu. Ajoğu qalxdı lap kəllə çarxa. Qalxıb yumruğunu stola vurmaq istədi.
Amma saxladı özünü. Müqabilində oturub intizarda ona baxan bu iki nəfərin direktora şikayət edəcəyindən, direktorun yenə "Atamın oğlu deyiləm səni qovmasam" deyəcəyindən qorxdu. Direktora şikayət eləsələr yaxşıdır. Yüksənib adamın qol qabırğasını sındırarlar vallah. Qara pencəkli əlini cibinə saldı. Səbzəli dayı özünə gəlməmiş cibindən 2 dənə şax 50-lik çıxarıb stolun üstünə düz Səbzəli dayının qabağına qoydu. Atalar məsələdir. Pul bir bizdə, bir də ingilisdə, dedi. Sən Bayatı Şirazını çal, bu 100 manat da sənin peşkəşin. Hə, necə sağlıqdır? Səbzəli dayı heç nə demədi. Bayaq içdiyi 50 qram konyakın nəşəsi yalnız bu sözlərdən sonra onu keyfləndirdi. Əlini uzadıb pulları götürdü, tələsmədən qatlayıb qoltuq cibinə qoydu. Bə çeşim, deyib ayağa qalxdı və səhnəyə yönəldi. Sonra nə oldu? Yaxşı yadında deyil. Bircə o yadındadır ki, kontrabasdan əcaib səslər çıxırdı. Zalda ilk anlar hənirti belə eşidilmirdi. Sonra hamı bir-bir növbə ilə gülməyə başladı. Səbzəli dayı isə heç kəsi görmədi. Ayaqları altına baxa-baxa Bayatı Şirazını çaldı. Arada bir başını qaldırdı. Təkcə Adıgözəlin heyrətdən bərəlmiş gözlərini, sonra restoranın qapısı ağzına dayanıb tazı dovşana baxan kimi gözlərini ona zilləmiş Movses Sergeyeviçin balaca, sısqa bədənini gördü. Səbzəli dayı çox çaldı. Çünki 100 manata az çala bilməzdi. Adamın gərək insafı olsun. Zaldakılar elə gülüşdülər ki, kontrabasın əcaib qıcıltısını belə aydın, yəqin ki, yalnız Səbzəli dayının özü eşidirdi. 100 manat. 2 dənə şax 50-lik qoltuq cibində, almaq istədiyi ucuz televizorun xəyalı gözləri qabağında Səbzəli dayı yavaş-yavaş gedirdi. Az getdi, üz getdi, sevindiyindən birdən başını qaldırdı. Qaldırdı ki, baxsın görsün yuxarılarda nə var, nə yox. Uca binaların zil qara silüetləri arasından parıltılı ulduzların əhatəsində süd yolunu gördü. Təəccüb elədi. Çünki 50 ildən yuxarı idi ki, süd yolunu görməmişdi. Dayanıb, əlləri cibində doyunca tamaşa elədi. Birdən Səbzəli dayını ağlamaq tutdu. Ta ürəyi boşalanacan ağladı.